Bax, ciddi deyirəm. Ciddi olmayan, ciddiyyətsizdən uzaq olan adamlar məni zaten başa düşməz. Əvvəl insanı tanımaq lazımdır. Sonra onun barədə danışmaq. Məni tanıyanlar da var, tanımayanlar da var. İlk olaraq kimlərinsə qabağına da çıxa bilirəm və dərindən məni izləməyənlər də var. Evində baxıcı olub mənə paxıl olan və də mən dindaram, belə şeylərə inanmıram deyən, belə şeylərə gedənlərə cahil kimi baxanlara demirəm. Çünki zaten siz o fikirdəsiniz. Amma bir tövsiyəm var. Mənim keçmiş proqnozları əgər bir balaca geriyə qayıdaraq zamanlara baxıb izləsəniz və mənim bundan sonra da deyəcək proqnozların baş verəcəyindən əmin olacaqsınız. Bir balaca ağlınız, şuurunuz varsa, bir balaca doğruluğun tərəfdarısınızsa, o zaman mənim dediyi zamanında baş verən proqnozlara da bax və özünüzün gələcəkdə nədənsə xəbərim olsaydı, mən bunun qabağını ala bilərdim deyən kəslərə mən proqnoz vermişəm. Bir-iki proqnozu təkrar edəcəm, qulaq as. Əziz gözəl dostlar, biz may və maydan sonraki aylara doğru gəlib çatdırdığı üçün mən xəbərdarlıq edirəm. Bu tək Azərbaycan üçün deyil, bu dünyada baş verəcək prosesləri sadəcə olaraq xatırladıram. Dünya üzərində baş verəcək böyük hadisələri bir çox yerlərdə bu maydan sonra, may başlayandan sonraki aylarda və gedişatı hara gedib çıxacağını demək biraz çətindir, amma maydan sonra və 12 sonraki aylarda dünya savaş siqnallarınızı bir çox ölkələrdə alarm siqnalları, hazırlıqları konkret gedəcəyindən hər kəsin xəbəri olacaq. Təbii fəlakətlər və zəlzələlərin daha çox olacaq. Artıq selləri, suları, küləkləri görüb biz bunu danışmayaq. 3, 4, 5 ildir mən bu proqnozları verirdim. Siz görmüşdünüzmü ki, Azərbaycanda sel sulardan 2 il dalbadal dayanmadan insanlar ölür. Qəflətən nə vaxtsa nəsə olmaq, batmaq başqa bir şeydir hansısa bir göldə. Artıq sel suları, selləri yağmaq və sel suların altından çıxa bilməmək, qalaraq ölmək başqa bir şeydir. Siyəzən dəvəçidə olan insanları və o traktor olan bölgə yadımda deyil, oradakı insanlar məni çox gözəl başa düşür. Bakıda tuneldə boğulan hadisə də çox gözəl yadınızdadır. Əziz gözəl dostlar, may ayı maydan sonra gələcək olan aylarda baş verəcək hadisələr təbii fəlakətlərdir dünya üzərində. Savaş və savaşa doğru yavaş-yavaş hazırlıqları gedir. Nə edim dərkən gəl hər kəs düşünək. Biz masonlarla dirəşə bilən bir gücdə zaten deyilik yəqin ki. Çünki mən dəfələrlə bunları deyirdim. Dünya mason siyasətə qarşı çıxmalıydı. Mason siyasəti özü həyata keçirdənlər düşünürlər ki, sabah onlar və onların əzizləri sağ qalacağını düşünürlər. Dünya idarə edən güclər böyük ölkələrin başçıları və əlaltıları ilə və onlara da bəlkə deyirlər ki, siz özünlərinizə nəsə yəni ki, hansı böyük bölgələrdə, böyük qlobal şeylər baş verəndə sizə nə olacaq ki? Ən pis halda sizin hansısa sığınacağınız var, o var, bu var. Sizin bizim dediklərimizi həyata keçirtməsi üçün dünya planımız var. Sizin ailələrə, sizə heç nə olmaz. Olan dünya azalmaq gedən prosesdə sivilləri olacaq. Əgər siz bunu etməyəcəksinizsə, Trumpa, Putinə, ona buna deyir də yəqin ki, biz sizin əvəzə eləyəni gətirərik. Mənə elə gəlir, bu mənim düşüncələrimdir. O yüzden onlar da məcbur olurlar ki, böyük yerlərdən gələn dünya proseslərin qlobal aparan, gedən durum, proses hara gedirsə onlara qulaq asmalı. O yüzden düşünürəm ki, bugün biznes planların daha gerçəkləşən, Trump'un biznesə doğru daha çox şəraitləri yaradan zamanında habelə bir oyun da oynadığından şübhən olmasın.
Trump Rusiya yönlü ölkələr və Türkiyə ilə münasibətləri yaxşı olduğu kimi göstərərək, ha belə bəzi biznesləri quracaq və məqsədi və bizneslər quraraq münasibətləri yaxşılaşdıraraq daxilinə öz adamları yerləşdirməkdir. Bundan böyüklərimiz hər kəs ehtiyatlı olsun. Trumpa o qədər güvənməsin. Okey, biznes yaradacaq, pul verəcək, dost kimi olacaq, amma lazımlı vaxtında lazımı oyun qurması üçün, dünyanı qarışdırması üçün hər yerdə öz adamları yerləşdirəcək. Bunu çox ciddi nəzərə al. Və bundan əlavə, o zaman pul, para kömək eləmir axı heç nəyə. Ondan əlavə maydan başlayacaq olan proseslər bu hələ ora gəlib çıxmayacaq. Amma maydan daha çox. Bax, hal-hazırda Trump dünyaya gələndə prezident olandan əvvəl çoxlu dünyacasına tanınmış siyasətçilər və televiziya kanalları savaşı bitirəcək deyə söz verdiyi üçün hər kəs ondan danışırdı ki, Trump gəldisə savaş bitəcək. Putinlə də araları normal, onunla da normal, bununla da normal. Hətta Zelenskinin Amerikaya çağırıb Zelenskinin nəçər danışıqlar apardığını, Zelenski hansı vəziyyətləri saldığınızı da yəqin yadındadır. Və nə oldu? Heç. Trump özünə inandırdı və inanan təbəqə ilə gəldi властın başına. Və böyük oyunlara hazırlaşır Elon Musk'la. Bunların içində təbii fəlakətlər, altdan xəstəlik, bax, rak xəstəlik nə qədər var. Mənim bir müsahibəm var, 2013, 14, 15-ci illərdə dalbadal paylaşmışam. Yaz, rak xəstəlikləri, təbii fəlakətləri, bir də dünya savaşı gələcək deyə. 2016-dan başlayan bəzi ipuculardan 2017-18 dolların qalxması, 19-u pandemiya, 20 Qarabağ savaş, 21 Ukrayna-Rusiya savaş, 23 Filistin savaş. Görürsünüzmü dünya hardan hara gəlir? 2016-cı ilə qədər dünya sakit idi, hər kəs öz işində, gücündə, keyfində idi. Arada indi olub da o Liviya bir balaca, qalan hər yer normal idi. İqlim gərginlikləri, sellər, bu qədər böyük təbii fəlakətlər də yox idi. İqlim dəyişiklik altında konferanslar da keçirtmirdi bu qədər, amma var idi. Əziz gözəl dostlar, bu 2025-ci ildən danışırdım. Ona görə xəbərdarlıq edirəm ki, mənim də işim xəbərdarlıq etmək, analiz etməkdir. Və inanmıram deyənlərə təkrar edirəm. Bir keçmişə bax proqnozlara, inanmaq istəyirsinizsə, doğru olduğunu, olmadığını bilmək istəyirsinizsə, ona görə hərəkət etmək istəyirsinizsə, yenə də deyirəm, pul, para həmişə olsun. Sığınacaqlar, imkan olan kəslər mümkün dərəcədə edin. O demək deyil ki, raketlərlə vurub dağıdacaq. Atmosfer, hava pozan, koronavirusun 10 qat güclü ciyərləri eləyə biləcək. Zamanında bütün bu bölgələrində hər yerdə savaşlar gedəndə o cür bombalar partlayacaq. Evində də, çölündə də nəfəs ala bilməyəcək. Bu bir 3-4 ilə qədər gəlib çıxacaq. Amma 2015-ci, 25-ci ilin bu may ayında başlayacaq, onun artıq siqnalları hər kəs görəcək və dünyada baş verəcək çoxlu böyük hadisələrin artıq görünən hala gələn bir ay və aydan sonraki ayları mən deməyə çalışmışam. Mən demədim may ayda dünyanın solu gələcək, bəzilər səhv başa
Baxaraq, görərək, analiz edərək qəbul elə. Dinində belə yazıb, bu belədir, bu belədir, yox. Kimlərsə sizi aldada da bilər. Doğru olduğunuzu bax.